Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı məsələ var idi. Dördbucaqlı verilib və bizə deyir ki, bu dördbucaqlıda baxın, BC tərəfi DC tərəfinə bərabərdir. BC tərəfi DC tərəfinə bərabərdir. Bura bir xətt qoyaq bizim üçün. Və bucaqlar da görüldüyü kimi verilib. Bizdən X bucağını istəyir. Baxın, biz burada nə edə bilərik? Bəlkə çox həll yolu var. Bunlardan bir də necə edə bilərik? Baxın, burada CB qədər bir parça çəkə bilərik. Baxın, C-dən C təpəsindən CB qədər. Yəni, baxın, təxminən çəkdik ki, elə parça çəkdik ki, mən bura olsun M nöqtəsi. CM CB-yə bərabərdir. Bərabərliyi qoydur. Baxın, bu bucaq 50 demək məcbur nə olacaq? Bu bucaq da olacaq 50 dərəcə. Bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucaqların cəminə bərabərdir. Düzdür? 50 nəyə bərabərdir? 25-dən bunun cəminə. 25-dən içərsəm 50 ilə, əlbəttə 25. Demək, bu bucaqda 25 dərəcəymiş. Bu 25-in qarşısında hansısa da bir xəttdir. Demək, bu 25-in qarşısı bir xətt olmalıdır. Demək, burada nə oldu? Bir xətt oldu. Baxın, müəllimlər. DCM-ə baxaq. DC məsafəsi C məsafəsinə bərabərdir. Onu biz nə edə bilərik? D ilə M-i birləşdirə bilərik. Düzdür? D ilə M birləşdirən biz bərabər tərəfi 3 bağlı. Niyə? Bərabər yanı 3 bağlı. Təpə bucağı da 60 demək. Yancalan payına düşəcək. 180 çıxılsın 60 bölünsün 2. Yəni 60 düşəcək. Baxın, 50 60 110 açıq bucaq 180 dərəcə. Bu bucağın payı nə qədər düşür? Və həmçində bərabər tərəf olsun, bunlar da bir-birinə bərabər olur da. 50 60 110 bucağın payı düşür 70 dərəcə. Yerindən baxın, A, M, D bərabərli 3 bağlı. Baxın, iki tərəfə bərabər düzdür. Təpə bucağı 70 isə yan bucağın payı nə düşər? 180 çıx 70. 110 bölünsün ki 55. Bu bucağın payı düşdü 55 dərəcə. Bu bucağın payı düşdü 55 dərəcə. 25 varsında çatmır. 25 neçə yazsam 55 eləyər? Əlbəttə 30. X bərabər 30 dərəcəymiş.